Hə, mövzumuz oldu Mirzə Ələkbər Sabir. 1862-ci ildə doğum və ölüm ili göstərilib. 1862-1911. Əslən Şamaxılıdır. Şamaxıda dünyaya göz açıb. İlk təhsilini Mollaxanada alıb. Bilirsiniz ki, o vaxt da başı qalxan elə ilk təhsilini Mollaxanada alıb da məlumunuz. İş orasıdır ki, Mollaxanaya getsə də o Mollaxana təhsili Sabiri uşaqlığından qane eləməyib. Hətta onun bir şeiri də var, balaca bir şeir. Düzdür, burada kitabda yoxdur. Deyir, tutdum orucu İramazanda, Ramazan bayramı deyir. İramazanda qaldı iki gözüm qazanda, mollam da döyür yazı yazanda. Yazı deyəndə söhbət yazdan getmir. O mollanın keçdiyi yazdan getmir. Şeir yazmaqdan söhbət gedir. Uşaqlığından bir cızma qara eləyirdi. Onu da molla görürdü, döyürdü bunu. Yəni mollanın tapşırığından əlavə başqa bir şey özünə yazanda döyülürdü uşaq. Və onu o balaca kiçik misralarında, o sətirlərində göstərib. Ki Mollaxanada nə qədər zülüm var, şiddət var, onu sətirlərindən görürük. 12 yaşında kimi Mollaxanada təhsil alır. Sonra Seyid Əzim Şirvaninin açdığı məktəbdə orada. Müəllimi Seyid Əzim Şirvani, ümumiyyətlə biz demişdik o müəllim-şagird münasibətləri, bunu çox keçmişik. İndi daha bir müəllim-şagird Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir. Bir dəqiqə dayanmış. Niyə sirkələrini bilmirəm, bütün əsərləri olur. Hə. Seyid Əzim Şirvani onun dünyaya baxışını dəyişdi. Necə ki, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Xusaydan baxışını dəyişmişdi. Ha, həmin məsələdir. Bütün onun dünyaya baxışını dəyişir, dünya görüşünü dəyişir. Onun dünya görüşünün formalaşmağında Seyid Əzim Şirvaninin rolu böyükdür. Yəni, danılmazdır. Yox, Qasım Özakir deyil. Ondan bəhrələnə bilər, amma o müəllimi deyil. Öyle bir şey yoxdur. Sən hardan çıxartdın? Yox, yanlışdır. Sonra atası Zeynalabdin ticarətçi olur Sabirin və o da istirdi ki, oğlunu özü kimi ticarətçi görsün, tacir eləsin, belə. Amma Sabir üçün deyildi də belə şey. Algı, satqı, ticarət elə bir şeydir ki, açıq danışaq da, ticarətə biraz üzdü adam belə yaxşıdır. Amma Sabir elə adam deyildi. Fağır, sakit, başaçağı adam deyil. Ümumiyyətlə, ticarət bunluq deyil. Şərq ölkələrini gedir, səyahət edir, gəzir, amma atasının ölümünə görə, atası ölür deyə geri qayıtmalı olur Azərbaycana. Geri qayıdır və külfəti də çox olur və bu nə ilə məşğul olur Şamaxıda? Sabun bişirib satmaqla, dolanışığı budur. Bir növ məcburən, o da ticarətdir də, sabun bişirir, satır, bu da ticarəti, məcburən ticarətə məşğul olur, amma baxır ki, bu da yox, dolanını tam təmin eləmir. Sabun bişirib satmaqla dolanmaq çətindir. Ona görə məcbur qalır Bakıya gəlir. Bakıya gəlir, indi burada Sabir 4 redaksiyada çalışıb, işləyib. Biri var əməkdaşlıq eləmək, şeir çap eləmək falan, bu başqa şeydir. Amma fakt 4 redaksiyada bu insan işləyib. Birinci gələndə Bakıya İrşad qəzetində işlədi. Ondan sonra bir də getdi Şamaxıya, qayıdıb gələndə ikinci dəfə, bax, ardıcılığı yadda saxlayın. Birinci İrşadda işlədi, ikinci dəfə qaydanda Zənburda işlədi. Ondan sonra üçüncü kez artıq Günəş və Həqiqət qəzetlərində, orada redaksiyada çalışmağa başladı. O həm redaksiyada çalışıb, yəni çörək pulunu bundan qazanıb, o həm də müəllimliklə məşğul olur. Nədən dərs keçib? Ana dili və şəriət. Şəriət nədir? Din. Din dərslər keçib, tədris edib, bir də ana dili. Bakıya gəlir 1907-ci ildə, o İrşad qəzetində deyirəm, çalışır redaksiyada. Sonra ana dili və şəriətdən imtahan verir, diplom almaq üçün. Diplomunu verir, imtahanını verir, diplomunu alır və qayıdır Şamaxıya, özü məktəb açır, Ümid məktəb. O qədər həvəsənlaşmışdı ki, onu. Açır, orada elə bir ki, dünyəvi dərslər də tədrisi olunurdu da, özü də dərs keçirdi orada. Amma bu məktəb çox fəaliyyət göstərmədi, qısa bir vaxtda bağlandı, uşaq da yığılmadı, belə deyim. Ona görə məcbur bir də Bakıya qaydası oldu. Bakıya qaydanda artıq burada ikinci dəfə Zənbur qəzetində çalışmağa başladı. Bir də Balaxanıda dərs keçməyə başladı. Yadınıza gəlir, mən sizə demişdim ki, o Balaxanıda da bir şagirdi, bilməm sizə danışmışdım onu yoxsa yox. Məktub yazmışdı, sinifdən mi danışmışam, buradan mı danışmışam, bilmirəm. Hə, həmin, bax, haqq hesablar o Balaxanıda olanda olmuşdu ki, təhqir yazır, söyüş yazır, mollalar öyrədir, amma sonra gəlir üzr istədi. Bir müddət Balaxanıda da müəllim kimi fəaliyyət göstərir, işləyir. Ondan sonra o Günəş qəzetinin Həqiqət redaksiyalarında çalışır. Günəş qəzetinin də bir səhifəsi var idi, həftəlik idi. Həftəlik nədir? Yəni həftədə bir dəfə bir səhifəsi çıxır. Palanduz adında. O Palanduz səhifəsində bu satirik şiirlərini çap elətdirir.
Baxın, testə düşsə qabağınıza çıxsa ki, satirik şeirlərini harda çap elətdirirdi? Bir, o Günəşin o Palandus səhifəsi var, ha, satirik bölümü. Bir orada çap elətdirir. Bir də Molla Nəsrəddinlə əməkdaşlıq edib. Molla Nəsrəddinin redaksiyasında işləmir. Sadəcə əməkdaşlıq edib. Əməkdaşlıq nə deməkdir? Yəni, orada da şeirlərini çap elətdirir. Ümumiyyətlə, 1906-cı ildə 1911-ci ilə qədər 5 il o Molla Nəsrəddinlə əlaqəni kəsmədi. Daim mütəmadi şeylər çap elətdirir. Sonra bəlkə xəstələnir, ciyər xəstəliyinə bilirsiniz ki, əziyyət çəkir. Bakıda da müalicə olunur, Tiflisdə də müalicə olunur. Tiflisdə müalicə olunanda ona Cəlil Məmmədquluzadə çox kömək olunur. Hətta onun bir dərman şeiri var, burada yoxdur adı Mirzə Əkbər Sabirin. Orada məsələn bunu məcbur eləyirlər, təhrik eləyirlər də, müalicə ilə olunması üçün, sağalması üçün. O deyir ki, yəni mənə deyir, dərman bilirsiniz nədir? Əslində xəstə mən deyiləm deyir. Xəstə mənim millətimdir. Kütləvi şəkildə xəstədir. Siz o xəstəliyi nə deyirdi? Savadsızlıq, elmsizlik, nadanlıq, bəli. Və onun da dərmanı deyir, o dərman şeirində onu deyir. Onun da dərmanı deyir, ancaq elmdir, maarifdir, təhsildir. Yəni mənim başımı buraxın, əslində sizin məndən də böyük dərdiniz var, probleminiz var. Cəlil Məmmədquluzadəyə deyirdi. Ki, əsas onunla məşğul olmaq lazımdır, milləti sağaltmaq lazımdır. Məni yox, mənim əsl dərdim bu ciyar deyil deyirdi. Mənim əsl dərdim budur, millətin dərdidir. Ümumiyyətlə, onun yaradıcılığında əsas mövzu nədir? Xalqın taleyi, xalq həyatı. O, necə ki, şeydə deyirdi, Molla Vəli Vidadidə deyirdi, Molla Vəli Vidadinin kədəri ictimai kədərdir. Yəni, öz şəxsi problemlə bağlı bir şey deyil də. Yəni, xalqın kədəri onun kədəri. Eyni şey burada da var. Onun yaradıcılığının ümumiyyətlə əsasını nə təşkil edir? Xalqın həyatı. Daim yaradıcında nəyə sülük verir? Xalqın müdafiəsi kimi çalışıb, onların azadlıqları, hüquqları uğrunda, qadın azadlığı, bax, ən çox bunların müdafiəsi. Və onlara haqqını, hüququnu başa salmağa çalışıb şeirlərinlə. O deyirdilər ki, Sabirin şeirlərinlə deyir, orduya deyir, bir ordu qədər deyir, xidməti var deyir bu xalqın üstündə. Bir qələminlə, bəli, bir orduya ziyadə deyir, mübarizə aparırdı. Əlindən nə gəlirsə hər şeylədir. Təhqirlərə də məruz qaldı. Həddindən çox. Gündə bir vərəqə bir söyüş yazırdılar, atırdılar qapısına. Niyə? Xalqı müdafiə edirdi ona görə. Onu da mollalara sərf eləmirdi axı. Bu dünyəvi dərsləri, dünyəvi şeyləri təbliğ edirdi. Onlara haqlarını, hüquqlarını başa salmağa çalışırdı. Əslində din də düzgün təbliğ olunmurdu. Onu izah etməyə çalışırdı. Amma təəssüflər olsun ki, millət bunu anlamırdı. Bu da axundlara sərf eləmirdi. Ona görə axundlar öyrədirdi, uşaqlar da hər bir şey yazırdı, ağzına gələni atırdılar qapısına. O qədər təhqirlərə məruz qaldı. Yəni, baha başa oturub Sabirə. Biz belə rahatlıqla oxuruq, oxumalı, amma o çəkdiyi əziyyəti heç kim çəkə bilməz. Nəysə, sonra ciyərindən o qədər əziyyət çəkir ki, həkim buna əməliyyat yazır. Əməliyyat olunmalıdır. Amma o nə edir? O girmədi əməliyyat. Əməliyyata girmədi, qayıtdı Şamaxıya. Sonra ağrıları o qədər şiddətləndi ki, məcbur qaldı. Öz ayağınla gəldi həkimin yanına ki, mən əməliyyat elə. İş işdən keçmişdi. Dedi, da əməliyyatlıq deyilsən. Məcbur qayıtdı Şamaxıya, başladı ölümünü gözləməyə. 1911-ci ildə də dünyasını dəyişdi. Yəni, belə deyim də, öz səhlənkarlığı ucundan, bəlkə əməliyyat olunsa, bir ömrü uzanardı. İndi bu həyatınla bağlı idi. İndi keçdik yaradıcılığına. Bir də sizə demişdim, o müəlliminin ən böyük hədiyyəsi ona nə olub? Ən dəyərli hədiyyəsi. Hansı kitab hədiyyə eləmiş Seyid Əzim Şirvanova? Xəmsəni, Nizami Gəncəvinin Xəmsəsini. Müsəlman adətən başının üstündə Quran kitabını saxlayardı. Daimi oxuduğu kitabı olardı. Amma bunun daim başının üstündə olan, yatağında o baş ucunu həmişə xəmsən olur. Hər axşam onu oxumamış yatmazdı. Müəllimin ona ən böyük hədiyyəsi, yəni ən dəyərli onu Qurandan belə üstün tutub, yanından ayırmayıb. İndi gəldik yaradıcılığa. Sabir nə yenilik eləyib? İlk dəfə tipi öz dilindən danışdırmaq. Tipi öz dilindən danışdıraraq tənqid eləmək. Satira bilirsiniz tənqidi şeirlərdir. Amma bu tipi öz dilindən danışdıraraq tənqid edib, öz-özünü biabır eləyib danışdıqca. Bu üsul, metod ilk dəfə Sabirdən gəlib ədəbiyyat. Və satirik şeirdə ədəbi məktəb yaratmaq, bunu da ilk dəfə Sabir elədi. Bir də demişdik, tənqidi satiranın banisi kimi də biz Sabiri tanıyırıq. Bax, ədəbiyyatda etdiyi yenilik bundandır. Bəs hansı vəzində yazıb? Sadəcə əruz. Xəttin altına sadəcə əruz vəzində, hecə vəzində bu adam yazmır. Nəzmlə mi yazıb, nəsrlə? İkisində də yazıb. Nəzmlə də yazıb, nəsrlə də yazıb. Məsələn, o felyetonları var. Felyeton nəzmlə yazası deyil ki. Felyetonları var, tərcümələri var.
Nəsrlə yazıb. Sonra bəs hansı növlərdə yazıb? Yəni lirik, epik, dramatik üçündən hansında yazıb? İkisində də yazıb. Bəli, onun qəzəlləri falan, satiraları bu lirik növdür. Onun mənzum hekayələri var, onun təmsilləri var, feletonları var. Bunlar epik növdür. Dramatik növdə bu adam yazmıyor. Aydın oldu, sadəcə lirik, epik. Yaradıcılığa başlayanda nə ilə başladı? Yaradıcılığa başlayanda ənənəvi üsulla. Yəni bizim klassiklərimiz gibi. Ümumiyyətlə bizim klassiklərimizi mükəmməl bilir. Bir də şərq ədəbiyyatımız çox gözəl bilir, incəliyi ilə. O da məhəbbət mövzusunda, klassikdə, ənənəvi. Məhəbbət mövzusunda, qəzəl janrında buna çox üstünlük verir. Amma 19-cu əsrin sonlarından artıq yaradıcılıqla davamlı şəkildə məşğul olur. Biri var Azaz, adda budda yazırdı. Amma 19-cu əsrin sonundan artıq davamlı şəkildə yazmağa başladı. Və daha çox üstünlük verdi satiraya və ictimai mövzulara. Baxdı ki, yox, məhəbbətdən yazmaqla bu xalq bir tərəfə çıxası deyil. Xalqı ancaq satira ilə oyatmaq lazımdır. Ona görə o yolu seçdi. Amma yaradıcılığa bilir ki, bununla başlayıb. Və onun məhəbbət mövzusunda olan şeirlər. İndi şeirləri, bax, burada ona ait beytlər var. Bir dənə ona baxaq. Bu beytləri, məsələn, testlərdə verir. Müəllifini istəyir. Bu beyt kimindir? Birinci söhbət Mirzə Sabirdən gedir. Baxaq, mövzusuna da baxın, eyni klassiklərimizin şeirinə bənzər. Xahişin tərki deyil can, dil yadda saxlayın, klassik ədəbiyyatda ürək deməkdir. Qəlb, ürək, könül. Dil o deməkdir, o anlamdadır. Ona görə deyirlər, dil sözünə amonimliyində onu da aid edirlər. Xahişin tərki deyil can idi, mən həm etdim, söylə ey yar, görüm şimdi nə fərmanım var. Yəni məndən xahiş elədin ki, qəlb evimi, canı tərk eləyim. Hə, elədim, həmən elədim, xahişini yerinə yetirdim. İndi de görüm ey yar, indi nə fərmanım var, indi nə xahişim var, indi nə istəyim var. Yəni yarın ağzından çıxan hər kəlmə anında yerinə yetir. Bunun üçün fərmandır, qanundur. Sonra öbürsünə baxaq, eyni Füzulini xatırladırmı sizə? Baxın, mübtəlayı dərdi eşqəm, əl götür məndən təbib. Təbib kimdir? Həkim, həkim. Eylə bir tədbir kim? Kim? Ki bağlayıcısıdır. Ki bağlayıcısının əvvəlki versiyasıdır. Bu dərdə dərman olmasın. Necə ki, Məcnunu aparırdılar Kərbəlaya. And iş ki, eşqdən uzaq durum, amma o nə dedi? Dedi, aha, ya Rəbb, bəlayı eşq ilə qıl aşina məni, birdən belə bəlayı eşqdən etmə cüda məni. Həmişə məzmun burada da var. Görürsünüz, ənənəvi sordu. Burada nə deyir? Yəni, dərdədir, eşq dərdinə düşmüşəm, mübtəla olmuşam, yəni eşqə düşmüşəm. Ey həkim, məndən əl çək, məndən əl götür. Mənə elə bir şey ver ki, elə bir tədbir gör ki, yəni elə bir dərd ver ki, dərmanı olmasın. Bu insan eşq də bir xəstəlikdir. Fakt xəstəlikdir də, gəlin açıqlar. Eşq də bir xəstəlikdir. Tutuldunsa, yəni çətin canını qutararsan. Çətin müalicə olunarsan. Eləmi? Dərmanı da yarın əlində. İndi nə deyir ki, dərdimin dərmanın tapılmağını istəmir, müalicə olunmaq istəmir. Yəni sevməyə davam eləmək istəyir, sevgidən əl götürmək istəmir. Əslində bunu bilmək istəyir. Sonra keçdiyi ictimai bu məhəbbət mövzusunda. Bilin ki, bu beytlərin müəllifi Sabirdir. Sabirdir. Qabağınıza çıxsa o mövzular arası əlaqədə mütləq şəkildə çıxacaq. Bilin ki, Sabir. İctimai mövzuda ən çox uğur qazanan şeirin Səttarxana şeiridir. Bilirsiniz ki, Səttarxan İranda üsyan baş verdi Fars rejiminə qarşı azadlıq hərəkatı. Onun da başçısı Səttarxan idi. Hali mənsubim görüb qarə demə divanədir. Bax, bu misra ilə başlayır bu Səttarxanın şeiri. Demək olar ki, o üsyançıların, üsyankarların dilində bu marş kimi səslənir. Dillərin əzbəridir bu şeir. Səttarxana həsr edib yazıb ictimai mövzudadır. Bu, yəni, bax, burada da görsün necə deyir, azadlıq uğrunda ölüm dilim savaşına girən qəhrəmanların idealları ilə yaxından səsləşir. Eyni bu səs üsyankarların niyə dilə əzbər olub? Çünki oradakı fikirlərlə onların məqsədi, amalı üst-üstə cürə onların ürəyini oxuyan bir şeir idi də. Demək istədiklərini millətə Sabir şeirinə dedi. Keçin nəyə tərcüməsini? Firdovsinin Şahnaməsinin hamısını deyil, bir parçasını. Şahnamə birsiz farsçaydı. Firdovsinin Şahnaməsinin bir parçanı tərcümə edib. Bu da oldu onun tərcüməsi. Hə, tərcüməsi var mı? Var. Örnək, Şahnamədən bir parça. Sonra gəldik təmsillərdə. Hansı təmsili var? Hörümçək və
İpək qurdu. Baxın, həşərat adıdır. Təmsillərdə bilirsiniz allegoriya var. Burada indi testlər, Sabirin testlərini işləyəndə görəcəksiniz. Orada əsərlərin adını qarışdırıb və janrını istəyir səndən. Janr kimi yadda saxlayın ki, allegoriya təmsildə olur. Hörümçək, ipək qurdu, həşərat. Demək ki, bu təmsilin adıdır. Mənzum hekayəsinin adı nədir? Qarşınızdadır. Hə? Molla Nəsrəddin və Oğru. Bu oldu mənzum hekayəsinin adı. İndi felyeton. Hamısını bilirəm, birini bilmirəm. Felyeton tənqidi məqalə demək. Tənqidi. Oxuyursan məqalədir, amma gülməli məqalədir, amma gülərək də tənqid edir. Sonra gəldik eləcə məqalə. Felyeton yox, tənqidi məqalə yox, sadəcə məqalə adı nədir? Mətbuat. Belə yadda saxlayın ki, mətbuat. Məqalə mətbuatda olar da. Mətbuatda çıxır. Belə yadda saxlayın, məqaləsinin adı oldu mətbuat. Molla Nəsrəddin jurnalında bayaq da demişdim. Neçənci illər arasında fəaliyyət göstərir? 1906-11, 5 il. Sonra bax, burada bu cümlə nə deməkdir? Onun satiraları ölkənin hüdudlarını deyir, artıq aşmağa başlamışdı. Yəni, onun satiraları tək Azərbaycanda deyil, bəli, Azərbaycanın sərhəd kənardadır, İranda, Türkiyədə, məsələn, Qafqaz ölkələrində, orada da sevilməyə başlamışdı. Artıq hüdudları aşıb. Sonra, böyük maraqla qarşılanıb. Keçdik bu tərəfə. Bir də bir şeydir, bunun satiralarında təkcə bu millətə, bu xalqa aid fikirlər deyil, ümumiyyətlə bəşəri fikirlər. Elə bir problem qoyurdu satirada, elə mövzuya toxunurdu. Yəni, bu problem təkcə Azərbaycanda deyildi. Dünyanın bir çox ölkələrində bu problem var idi. Məsələn, məzlumun istismar olunması. Bu ağaların zülmü, yuxarı təbəqənin aşağı təbəqəyə etdiyi zülm və danospazlıq. Yuxarı təbəqəyə günü bugündə var. Allah qəni-qəni rəhmət eləsin. Günü bugünə, məsələn, bizim məktəbə komissiya gəldi, düzdür, yoxlanış oldu. Gəlirdi, nədə ki, səhvliklər var, üzümüzü oxuyurdular bir-bir. Hardan bilirdi? Danospazlar sağ olmasın heç. O məlumatları ötürən kim idi? Danospazlar. Hansı jurnalda nə səhv var? 21-ci əsriyi. Gör, nə qədər bəşəri bir mövzuya toxunub. Neçənci əsrdə bunu yazıb. Biz neçənci əsrdə yaşayırıq. Danospazlıq yoxdur bugün. Elə qəşəng, hansı jurnalda, hansı səhifəsində səhvlik var, üzümüzü oxudulur. Danospazların canı sağ olmasın, onların sayəsində. İndi bax, məsələn, Əkinçi şeiri, orada da görəcəksiniz, bəşəri fikirlər var. Ona görə deyim, Sabir satir alanında tək bu ölkəyə aid deyil, tək milli problemlərimiz deyil, bəşəri problemlər. Ona görə sevilir də, sərhəddən hüdudları aşır. Bu hamda var axı. Sonra, satiralarında bilsiz hansı üsuldan istifadə olunur? Diyalog, elə bir değişmə, sual, cavab, bax, satiraları bu tipdədir. Ona görə də sevilir, oxunaqlıdır. Tam fərqlidir, bir fərqliliyidir, revolyusiyadır. Sabir elədir bu fərqi. Tipi öz dili ilə danışdırmaq və s. Sonra gəldik nəyə? Burada bax, ölkə adı içərisində şairin şeirlərində deyir, İranda, Türkiyədə və digər ölkələrdə baş verən hadisələr, problemlər də bayaq da dediyim kimi, onun da izahını verdik. Sonra burada ümumiyyətlə satiraların mövzusu nədir, nədən danışırdı? Bax, çarizmin yeritdiyi o müstəmləkəçilik siyasəti, o diktatura kimi də, diktatura rejimi, onun ümumiyyətlə nədə problem var idi? İdarə olunmaqda da problem var idi. Ölkənin idarə olunmasında da qüsurlar var idi. Bunların hamısını göstərir. Sonra yenə deyirəm, o yüksək təbəqənin aşağı təbəqəyə zülm eləməsi, qadınların hüquqsuzluğu, ümumiyyətlə kəndlinin haqqının, hüququnun olmaması, azadlığının, söz azadlığının olmaması. Bunu biz dəfələrlə görmüşük. Hətta yadınıza gəlin, Mirzə İbrahimovun əsərini keçmişdik, gördünüz. Cənubi Azərbaycanda belə, ona görə dedik İranda, Türkiyədə. Orada da görürsünüzmü? Firudi nədir sözün düzünü dedi deyə anında qolunu bağlayıb apardılar. Dedilər, bundan qanisi gəlir. Gördünüz, söz azadlığı yoxdur. Həmin şeyi Sabir də deyirdi də əsərlər. Bu orada qoyulan əsas problemləridir. Bir də Sabir nə deyirdi? Baxın, o pis əyrini əyri, düzü həmvar yazan bir insan idi. Gəlin şeirlərə baxaq. Deyir ki, iki qonşu bir-birinin milləti, qonşu yox, sən də Azərbaycanlısan, mən də Azərbaycanlıyam. Hər ikisi bir peyğəmbər ümməti, sən də müsəlmansan, mən də müsəlmanam, peyğəmbər ümməti. Biri kəsir qurban, bişirir ət, bu artıq zəngindir demək. Bayram edir Xəlilullah eşqinə, o biri də baxır Allah eşqinə. Birinin imkanı var, birinin bax, insanlar arasındakı bərabər, sosial bərabərsizlik. Biri də oturub baxır, qurban bayramında, biri ət pişirir, ilədir orada əti yiyir, bu da oturub Allah eşqinə baxır. Keçdik öbürsünə, burada bu şeyləri verir, deyir, burada mövzu nədir? Burada nə? Demək, Duma təşkil olunmuşdu Azərbaycanda, Çar rejimi. Bu Duma güya
Bilirsiniz, o vaxtda Çar Rusiyası Azərbaycana o qədər boş-boş sözlər verirdi. Boş-boş sözlər. Azərbaycan onların tərkibinə qatılanda da, yəni güya bunlara azadlıq veriləcək, hüquq veriləcək, səs vermə hüququ, söz azadlığı, o qədər boş-boş danışdılar, yalan-yalan sözlər verdilər. Cəmaatın çoxsu da buna inandı və onun təbliğatıyla məşğul olmağa başladılar. İndi həmin insanlar hansı ki Dumanı təbliğ edirdilər, o rejimi təbliğ edirdilər, onun tərəfində idilər. İndi deyir ki, nə oldu bəs? Mən deyinə gəldiniz, çıxdınız ki, boş-boş şeylərdir. Baxın burada. Deyir, sən demədinmi Dumada rəf olur ehtiyacımız? Bayaq dediyi o değişmə falan, bax, həmin üsul burada da var. Mən də dedimmi, çox yemə, tez pozular məcazımız. Yəni, boş söhbətdir da, inanma. Qara buludlar oynaşır, indi nədir əlacınız? Qara bulud burada siyasi məqamda artıq. Özünüz bildiniz, hansı rejimdən söhbət gedir. Çolğalayır bizi duman, nə deyən oldu, olmadı, mən deyən oldu, olmadı. Çalğalayır bizi duman. Ümumiyyətlə, bu qara buluddur, dumandır. Bu bilirsiniz ki, həmişə müstəmləkə rejiminin simvolik bir şey olub da. Mən deyənə gəldiniz, çıxdınız, çıxmadınız. Görürsünüz, mən deyirdim ki, vaxtında boş-boş şeylərdir. Sabir uzaq görən idi. Onu da bax, bu şeirində göstərdi. Bu birisi nədir? Müqayisə eləyib. Müqayisə eləyib. İnkişaf edən ölkələrlə geridə qalan Azərbaycanı müqayisə eləyib. Gəlin müqayisəyə baxaq. Seyr etməyə fəzanı icad olub balonlar. Balon o hava şarları var. Görürsünüz, fəzaya çıxırdılar, fəzanı seyr edirdilər. Başqa ölkələrdə bu var. Bizdə varmı? Yox, biz hələ Suriyə əzbəriyirik mədrəsədə. Bir yandan avtomobillər, bir səmtdən vaqonlar. Deyir, hər ixtiyara dair təsis olur salonlar. Vallah, bunlar azıblar başdan ayağa millət. İnkişaf eləmişi də azmışlar adlandırırıq. Seyyid Əzim Şirvani müstəhidin təhsildən qayıtması əsərdə vardı. Orada nə demişdim? Bu vaqonlar, avtomobillər müstəhid təhsildən qayıtma deyirdi. Hamısı şeytan olmalıdır, şeytan. Görürsünüz? İndi bunu da lağla deyir də ki, bunlar hamısı yolunu azıblar. İnkişaf eləyəni belə adlandırırdı. Çünki bizim cahillər. İndi biraz da dincəl, baş qoy yatağa. Millət. Ümumiyyətlə, Sabir həmişə elə bir əsəbindən deyirdi. Bundan qabaq da deyirdi ki, səs salma, yatanlar oyanar, qoy hələ yatsın, yatmışları razı deyiləm, kimsə oyatsın. Millətin oyanmağı, ayılmağı, yatmağı yuxarı təbəqəyə sərf eləmir. İndi lağla bu da deyir ki, hə, başın qoy yat, cəmaat inkişaf edib, balon, şar, vaqon gəzir, sən hələ başın qoy rahat yat, dırnaq arası yat deyir, ha. Yəni, nəyə yatırsan, dur da, inkişaf elə. Gəldik bu birisindən, satiraların mövzusu, hansı məsələlərə toxunur? Bayaq dedik, yenə təkrar edik. Hansı məsələlər var? Qabağınızdadır. Fanatizm. Nədir fanatizm? Aha, fanatizm bilirsiniz nədir? Görmədik, bilmədik, dəqiq bilmədik bir şey, anlamadıq bir şey kör-körani ilə var. Millətin hamısı göyə İslam dinindən başa çıxırdı ki, nədir? Bilirdi, Qurandan mı oxurdu, yoxsa axundlardan mı öyrənirdi? Axundlardan öyrənirdi, heç Quranı açıb üzünü hərif tanıyırdı ki, Quran dərsinin üzünü oxusun. Cahil kör-körani şəkildə, İslamı belə kör-körani şəkildə öyrənirdilər. Qadın əsarətinin tənqidi, milli mətbuata əngəl olanlara etiraz. Baxın, Əkinçi qəzetini imkan vermədilər işləsin. Düzdür? Molla Nəsrədə ona kimi fasilələrlə işlədi. Niyə fasilələrlə işlədi? Çünki imkan vermədilər ki, fəaliyyətinə. İmkan vermədilər. Füyüzat oradan bağladılar. Mətbuat insanları oyadırdı, axı sərf eləmədi. Keçdi öbürsünə, satiraları. İndi satiraların mövzularına baxın. Bunu necə yadda saxlayır? Azlıqdan, səfalətdən bəhs edən satiraları, fəhlələrdən bəhs edən satiraları, elmdən, qeyrilikdən bəhs edən satiraları. İndi bu satiraların adlarına və mövzularına baxaq. Çünki testdə bunların hamısı var. Bizə nə? Dilənçi ağlaşma. Bir şey ki, dilənçi deyir, aclıqdan oturub ağlaşırlar və yuxarı təbəqə də deyir, bundan bizə nə sənin ac qalmağından. Bax, belə yadda saxlayın. Bunların mövzusu nədir? Aclıq, səfalət. Səfalət nədir? Dilənçilik deyil. Sonra keçdik. Əkinçi səbr elə. Burada əkinçi kimdir? Kəndli. Belə yadda saxlayın. Kəndlinin dözülməz yaşayışı mülkədar bəy zülmü. Hansı şeirlərindədir? Satiralarında. Əkinçi, bir də səbr. Yersiz səbr edirlər. Yersiz. İndi neylərdən ilahidə görərsiniz özünüz. Yersiz səbr. Fəhlədən bəhs edən. Şeirin içində fəhla da çəkidə. Fəhlə, sən də özünü bir insan mı sanırsan? Məsələn, Bakı fəhlələrinə. Fəhladır, görsən bir ki, söhbət nədən gedir? Mövzu fəhlədir. Bir də təraneyi əsil alə.
Sonra keçdik, Fəhliyə Cüməti bir dənə şeir var. Deyir, çərxi fələk tərsinə dövran edir indi. Fəhliyə də özünü bir insan hesab edir indi. Gör indi, Fəhliyə o qədər heyvan kimi baxıblar ki. O da bəyin dilinə söyləyən. Yəni, gör nə günə qalmışıq ki, Fəhli özünü adam hesab edir. Bəyin dilinə söylənilib lağlı. Sonra gəldik, Rus hakimiyyətinin azadlıqla bağlı yalanları. Bayaq dediyimə yalana söz vermişlər, allatdılar cəmaatı. Hə, de görüm. Bir də istiqbalımız, istiqbal nədir? Azadlığımız lağlağıdır. Lağ ələ saldılar. Sonra gerilik, möhfumat, cəhalət, bir də elmin, onların tənqidi, elmin təbliği. Bu hansıdır? Dindirir əsr bizi, bu da qəşəng şeydir. Dindirir əsr bizi, dinməyiriz, atılan toplara diksinməyiriz. Yəni top atılır, ona da diksinmirik, ayılmırıq, top da bizə ayılmır. Bu da qəşəng şeydir. Bir də millət şərqisi. Oxutmuram, əl çəkin. Buna da rastı, ay başı daşdı kişi deyir. Oğul mənimdir, oxutmuram, əl çəkin. Hə, bu da uşaqdır, ay başı daşdı ki, dəymə, uşaqdır uşağım. Arvad, qadın, ərini hələ təmizləyir ki, uşağımla işin yoxdur. Bax, dəymə də, uşaqdır, uşaqdır, nə uşağı da yekə buğurmaq kişidir, deyir, dəymə, uşaq. Bu nə vaxt böyüyəcək? İmkan vermir ki. Bir də bəxtəfər. Bu nə oldu? Elm, gerilik, cəhalət. Sonra gəldik uşaq şeiri, uşaq ədəbiyyatı. Bilirsiniz, 6-12 yaş uşağın ən yaddaşının, hafizəsinin güclü olan vaxtıdır. Həmin dövrdə nə öyrəndəsə, şuratı gedir də, çıxmır. İndi bunu mən uşaq vaxtı olanda da, ibtidai sinifdə oxuyanda da uşaq və buz şeiri öyrənmişəm. O yaz şeiri, gəl ayaz günləri, ilin əziz günləri keçmişdir sizdə ibtidaidə. Varmı yenə? Dağda ərit qarları, bağdar. Gör, əzbərləmişik, həmin yaş dövrü elədir ki, bu şeiri bilməyən yoxdur. 7-dən 70-ə hamı bilir. Uşaq və buz, gəl ayaz şeirləri. Hələ də yadımdadır, gör, neçə yaşım var. Bir də məktəb şagirdlərinə töhfə. Bu da oldu uşaq ədəbiyyatına. Keçdik indi nəyə? Bura kimi sual olan var mı? Aydın oldu mu sizə hamısı? Yəqin ki, testlərini işləyə biləcəksiniz. Neylərdən ilahi? Sevdiyim 5 şeir varsa biri budur. Çünki o qədər mükəmməl. Ürəyim gedir. Cəlməməz Quzaycacığım. Sabir üçün. Mən Satiranı çox sevirəm. O qədər düzgün fikirlər söyləyib ki, bugün də aktualdır. 11 beytdən ibarətdir. Hə. Şeir şəkli, şeir vahidi. İndi siz mənə deyin görün. Şeir vahidi nədir? Şeir şəkli nədir? Şeir vahidi beyt. Beytdir burada elə. Bət deyil, beytdir. Bəs şeir şəkli ikilik. Beyt isə demək ikilikdir. Əruz vəznində yazılıb, qəzəl janrındadır. Ümumiyyətlə, hansı janrlarda yazılıb? Qəzəl, qitə, mərsiyə, bunları bayaq demədik. Təmsil, mənzum hekayə, var özbəriyəsi orada. Qəzəl janrında yazılıb, Həzəc bəhrində. Mövzusu nədir? Əsərdəki problem nədir? Mövzusu nədir? Milli mənəvi oyanış və özünü dərk. İdeyası nədir? İnsan təbiətindəki ətalət. Ətalət nədir? Durğunluq. Ətalət. Yəni, inkişaf yoxdur. Bu şeirdə göstərir ki, kəndlidə inkişaf yoxdur. Yerindəcə sayır. İrəli getmək istəmir. İnkişaf dəyişmək istəmir. Bu ətalətdir. Cəhaləti tənqid edir, cəmiyyətdəki haqsızlıqlara qarşı etirazını bildirir. Elə bilir ki, bu şeir Sabirin barbar bağırdığı bir etirazdır, belə təsəvvür. Sanki bıçağın sümüyə dirənən vaxtı olur. Yəni, o qədər bezir yorulur ki artıq. Nəyə bezir? Yəni, insanlara zülm elədikcə yuxarı təbəqə. Bunlar da oturur cahil dözür. Onlar zülmünü artırır, bunlar dözümünü artırır. Ay, dözümünü nə artırsan bu ayağa qalx da. Birləş yumruq ol, qalx haqqını tələb elə də. Qurtar da, düz deyil. Nə qədər sən təhqirə dözəcəksən, buna görə deyir. Şeirin bədii xüsusiyyətləri. Dedim, şeir başdan ayağa bədii sual, retorik sual. İndi özünüz də baxarsınız, görərsiniz. Ən çox hansı bədii təsir ifadə vasitələrlə istifadə olunur? Epitetdir, təzaddır və mübaliğə, şişirtmə. İndi baxarıq, harada epitet var, harada təzaddır, buna baxarıq. Hə? Yazıb, bəli, Molla Nəsrəddin jurnalında çap olunur, yanvarın 6-sında. Baxaq, deyir, daş qəlbli insanları neylərdin ilahi? Asan misralarda, ona görə çox dayanmıram üstündə. Bizdə bu soyuq qanları neylərdin ilahi? Lazımdır bu millətə daş qəlbli, soyuq qanlı insanlar? Lazım deyil, ay Allah, bunlar niyə yaradırdın deyir.
Artdıqca həyasızlıq olur el mütəhəmmil. Mütəhəmmil yəni dözümlü. Həyasızlıq artdıqca cəmaatda dözüm artmağa başlayır. Hər zülmə dözən canları nə ilərdin ilahi? Lazımdırmı belə canlar? Niyə yaradırdın ay Allah? Zülm artdıqca bu da dözümünü artırır. Belə bayaq olsa deyək qoyun sürüsü kimi. Ay nə səsin? Çıxart da səsini. Bir dövrdə ki sidq-ü səfa qalmayacaq. Sidq orada sədaqət. Səfa qalmayacaqmış. Bilməm belə dövranları nə ilərdin ilahi? O dövrdə ki deyir sədaqət yoxdur. Bir-birlərinə inam yox, sədaqət yox. Yəni insana xas müsbət keyfiyyətləri yoxdursa bu dövrü niyə yaradırdın? Elə bir Allaha üsyan eləyib, əstəğfurullah bir növ. Məzlumları bax mübaliğə gəldi, mübaliğə. Məzlumların göz yaşı dərya olacaqmış. Dəryaları, ümmanları nə ilərdi ilahi? Hə, məzlum kimdir? Zülmə məruz qalanlar. Zülmə məruz qalanlar. Bunların göz yaşı o qədər axır ki, bax şişirtmə var mübaliğə. Bunların göz yaşından bir dərya əmələ gələcəksə, hesaba vursan elə dərya əmələ gələsidir ha. O yaşları yıxsan bir araya gətirə bilsin. Dəryanı ümman da su obyektidir, dəniz demək. Bunları nə edirdin ki daha? Bunların göz yaşından yaranırdı da. Səyyad-ı cəfakərdə rəhim olmayacaqmış. Ahuları, ceyranları nə ilərdin ilahi? Bir ofçuya ki insaf verməyəcəksən. İnsaf yoxdur. Ceyran, cüyür, ahı da ceyranda. Bunları niyə yaradırdın ki? Yəni ofçu olanda nə olur? Ofçuda da insaf var. Məsələn, ofçu var ki, baxır ki, yanında balası var, maral, güllə atmır. Düzdür? Amma ofçu da var, insaf eləmir. Vurur gedir. Düzdür? Sonra bağın əkinin xeyrini bəylər görəcəkmiş. Toxum əkməyə dehqanları nə ilərdin ilahi? Dehqan nədir? Kəndli. Bax, fikir ver. İndi o biri beytdə də görəcəksiniz. Bu toxum da əkinçinin özünündür. Yer də əkinçinin özünündür. Öküz də özünündür. Hər şey, əziyyət, zülüm, hər şey özünündür. Amma bağın, əkinin, hər şeyin xeyrini bəy görür. Daha da bu yazıq kəndini niyə yaradırdın ki, ay Allah? Niyə yaradırdın ki? Öz zülmə mi yaratmışdın? İş rəncbərin, bax rəncbər bu da kəndli, əkinçi deməkdir, əkinçi. İş rəncbərin, güc öküzün, yer özününkü, yəni kəndlinin özünündür, hər şey özünündür. Bəyzadələrin xanları nə inərdin ilahi? Hər şey özünündür, öz əkib özü dolanardı da. Bu, elə bilmişsiniz nə demək istəyir? Yəni əkin, öküz, hər şey kəndlinindir. Amma bəyzadəni nə inirdin, yaradırdın da, bu öz əkib özü becərib özü yeyərdi. Və ya bəyzadələri yaratmışdınsa, əkinçi niyə yaradırdın ay Allah? Buna zülm eləməyə mi yaratmışdın? Hökm eləyəcəkmiş bütün aləmdə cəhalət, cahillik, nadanlıq əgər bütün hər yerdə hökm sürəcəkdirsə, dildadə-i irfanları nə elərdin? Bəli, o elm əhlini, alimləri nə edirdin ki, yaradırdın ay Allah? Bu elmin, bu alimin, bu elm əhlinin nə faydası oldu ki daha? Cəhalət hökm sürəcəksə bunları neylərdin, yaradırdın. İndi, surtuqlu müsəlmanları təfkirə qoyan bu. Bax, burada elə bir ki, siz burada elə bundan qabaq ki, nəyə toxunurdu? Əslində, siz kimi də qınıyıb bu tənqid edib. O 5 yaş oxuyanlar var ya, alimlər ki, parıldayıb da cəmaat əslində, gedib orada burada oxuyub, məsələn, təhsil alıq gəlib. Onların da millətə faydası yoxdur. Faydası yox idisa, neyinirdin bu alimi yaradırdın da? Cəhalət hökm sürüb gedir. Surtuqlu müsəlmanları kəfkirə qoyan bu, döştüklü müsəlmanları neylərdin ilahi? Burada təfkir nədir? Kafir. Kafir. Bax, orada surtuqlu müsəlman, döştüklü müsəlman. Geyimlərinə görə müsəlmanda bir müqayisə var, fərq var. Surtuqlu müsəlman oxuyan, inkişaf edən, savadlı olan müsəlmandır. Döştüklü müsəlman geri qalmış, cahil, ətalət içində olan, hələ də ailməyən müsəlmandır. İndi iş orasıdır ki, o döştüklülər surtuqluları lağa qoyurlar, ələ salırlar, kafir adlandırırlar. O vaxt ki, kim biraz oxur, dirəli çıxır, inkişaf edir də adını kafir qoyurlar. Yəni dindən dönüb, dinini danıb, ay inkişaf eləmək, dini danmaq nə deməkdir? Allah evini yasın. Dinlə, Quranla həkim mi yetişər? Mühəndis mi yetişər? Kim yetişərsə onu? Yaxud bunların bunca nüfuzu olacaqmış,
Yəni bu döşlüklü müsəlmanlar ki var, hansı ki onların nüfuzu o savadsızların bu birilərindən daha çoxdur, hörməti daha çoxdur. Yəni bunlar bu qədər nüfuz sahibi olacaqsa, bəs bu 500 suxandanları nə elər? Bəli də bunlar nə edir? Bu 500 inkişaf eləmişlər. Onlar ki, onların içində itib batır. Bir faydası yoxdur. Qeyrətli danışbazlarımız bayaq ki, dırnaq arası qeyrətdir. Qeyrətli danışbazlarımız iş bacararkən tənbəl dəli şeytanları nə elərdi ilahi? Şeytana gərək varmı? O danışbaz var ya, materialist söz aparan, söz daşıyan. Şeytandan pis gündə də olur, şeytan da olur. Ara qarşışdıran, ara çaxlaşdıran, hamını bir-birinə vurduran. Da bunlar var da, bu şeytanı nə edirdin ki, yaradırdı. Onların yerinə bu vardı. Demək, tərcümələrinə baxarsınız, sözlərin tərcümələrinə, mütləq şəkildə. Sabirşünaslar bu əsərin mövzusunu Azərbaycan həyatı ilə məhdudlaşmadığını deyirlər. Bax, testdə var. Bu bilirsiniz nə deməkdir? Yəni, buradakı qoyulmuş problem təkcə Azərbaycanla bağlı deyil. Yəni, danışmasını bayaq dediyim kimi hər yerdə var. Zalimin məzluma zülm eləməyi hər bir ölkədə var. Yəni, bəşəri bir mövzu seçib. Tək Azərbaycanla məhdudlaşmır. Sabirşünaslar bu qərara gəliblər. Sonra əsas nə var burada? Milli və bəşəri fikirlər burada var. Ətalət, cəhalət tənqid olunur. Cəmiyyətdəki haqsızlığa qarşı etiraz səsini ucaldır Sabir. Bayaq da dediyim kimi, elə bir ki, Sabirin üsyanıdır. Allaha qarşı üsyanı, cəmiyyətə qarşı üsyanı. Ürəyindən keçib deyə bilməkdənsə bu şeydə bağıra-bağıra deyir. Zülmə qatlaşmağı, bilirsiniz, səbr yaxşı şeydir. Düzdür, deyirik səbr, səbr Allahın adıdır, səbr yaxşı şeydir, səbr. Amma baxır nədə səbr edirsən? Bəli, bu sənə zülm eləsin, səbr etdir. Zülm eləsin, səbr. Bax, bu yersiz səbirdir. Sabır da bunu çatdırmazdır ki, sənin elədiyin səbir yersiz səbirdir. Lazım deyil. Bundan danışır, belə. Məncə çətin bir şey yoxdur. O birisinə keçəkmi sonuncu? Əkinci. Bax, Əkinci şeirində yadda saxlayın, diyalog yoxdur. Bu, mülkədarın, bir tək elə bir ki, mülkədar danışır, kəndli yazıq nəhəb nədir o qabandan, qayda ona nəsə deyə. Kəndli qabanda durub, sadəcə mülkədar danışır. Kəndlinin ona, bax, kəndlinin ağzından tək kəlmədə çıxmır. Testdə bunu səhvən salır, kəndlinin ağzından tək kəlmə çıxmır. Sadəcə bu məsələ nədir? Kəndli vergini verə bilmir. O da nəyə görə verə bilmir? Çünki hava şəraiti yaxşı keçməyib. Bəli, o məsələn deyir, çərtkəm yeyib, mənə maraqlı deyir. İndi məhsulunu çərtkəm yeyib, təbii, o da bir təbii fəlakətdir da, çərtkələrin sürü ilə axını. Bəli, biz mülkədarın dilindən işləyirik. Yəni, kəndli gəlib deməyə ki, səbəbini izah eləməyə çalışır ki, mən vergini verə bilmirəm. Nəyə görə verə bilmirəm vergini? Bunu izah eləməyə çalışır. Bütün bunlar hamısını mülkədarın nitqində görür. Amma mülkədar nə edir? Mülkədar üçün maraqlı deyil. Sən niyə əkinin batıb, niyə vergini verə bilmirsən və s. Mülkədar hətta burada hədə qorxu gəlir. Burada bərk təhdid var. Bərk təhdid. Onun dərisini soymaqla da təhdid edir. Onun gözünü oymaqla da təhdid edir. Vergini verməsən. Onu canımsa desin, çılpaq bədəndən şallaqlamaqla da təhdid edir. Ölümlə, canını alaram. Canını almaq nə deməkdir? Öldürməklə təhdid edir. Yəni, vergini. Bilmirəm, harada versən ver. Bu, kəndli baxırıq ki, mülkədarın yenə nitqində görür ki, yazıq vergini verə bilməyib, bir dəfə gətirib yorğanını verir. İndi deyir, pulun yoxdur, get palazını sat, gətir vergini. Demək, bu insan artıq evin əşyalarına keçib. Evin əşyalarını bir-bir gətirir, vergi əvəzi ödəyir. Ya da satır, pulunu gətirir, verir. Yəni, millətin taleyi budur. Yaşayışı bu gündən. İndi gəlin baxaq. 20-ci əsrin əvvəllərində Azərbaycan kəndindəki acınacaqlı vəziyyət mövzu budur. İdeyası nədir? Kəndlini istismar edən mülkədarın, bəzədənin iç yüzünü açmaq. Hətta orada müqayisə də aparır. Kəndliyə heyvan deyir. Sən heyvan kim? Başqa kim heyvan deyirdi əsərdə? Qurbanəli bəy də bu söz işlədir. Seyid Əzim Şirvani də kimi heyvan adlandırırdı? Misli heyvan. Düz, elimsiz insan deyirdi, misli heyvandır. Qafqaz müsəlmanlarında həmin şey burada da var. Bax, kəndli heyvan adlandırır, heyvan. Təhqir edir də, söyür və özün yaşayışından danışır. Mən nəyə alışmışam, sən nəyə alışırsan. Sonra
Satirik şeirdir, əruz vəznləri, həzəc bəhrindədir. Eyni bax, neylərdən ilahiyyatda salınır. İki şeirin ikisi də əruzdadır, həzəcdə. Əruzda, həzəcdə yadda salınır. Məzlumluq edib başlama fəryada əkinçi. Məzlumluq yəni özünü yazıqlığa qoyub fəryad eləməyə başlama. Qoyma özünü tülkülüyə adı əkinçi. Bax buradan da söyüdə elə ilk misalında tülkü dedim. Yəni özünü bicliyə qoyursan da belə. Bir üzrlə hər gündə gəlib durma qapımda, yalvarma mənə, boynunu kəc vurma qapımda. Gahi başına, gah döşünə vurma qapımda. Ləğv olma, ədəb gözlə, bax fikir ver. Ədəb gözlə bu məvada əkinci, lal ol abalam, başlama fəryada əkinci. Kəndlinin bu hərəkətini nə adlandırır? Ədəbsizlik. Gəlib qapımda yalvarırsan, başına gözünə döyürsən, gündə bir üzr istəyir, vergini verə bilmir, üzr istəyir gəlir. Özünü tülkülüyə qoysan, ədəbsiz. Yəni deməyindən bu çıxır. Bunu ədəbsizlik adlandırır. Yəni yazıq olanları açıqlamağa çalışır. Xoş keçmədi il çöllüyə, dehqanə, nə borc? Mən nə borcuma deysən, əkinin yaxşı olur. Yağmadı yağış, bitmədi bir danə, yəni bir dənə buğda olmadı. Nə borcum? Əsdi qara yel çəltiyə, çəltik nədir? Düzüm. Çəltiyə, bostanə, nə borcum? Getdi mənə nə fələyin badə, əkinci. Lağ-lağ danışıb, başlama fəryada, əkinci. Aldığı dolu, bu o bir şeirdir. Hə. Demək, bu insana maraqlı deyil. Əkinin bitməmə səbəbi nədir? Deyin görün, bir də hansı problemlərdir? Yağmadı yağış. Sonra. Hava xoş keçmədi, hava şəraiti xoş keçmədi. Qara yeləsdi, külək düyünü tökür, axa yeləsi. Bunu mənə nə borcum, mənə nə? Bu insana maraqlı deyil. Bəli. Sonra lağ-lağ danışır, buranı dedim. Aldı dolu əldən sər samanını neynim? Yeni bir təbii fəlakət, dolu. Yayın ki çərtkə yedi bostanını, neynim? Verdin keçən il borcuna yorğanını neynim? Ol indi palas satmağa amadə əkinci, amadə məşğul olmaq deməkdir. Lal ol abalam, başlama fəryadı əkinci. Baxın, vergi, bəli, məhsul vergisini verə bilmirsə, görəli şey yol göstərir. Keçən dəfə yorğanını verdi. İndi nə ilə məşğul ol? Palazını sat, cət ver. Mənə nə sənin problemlərindən? İndi burada da dolu ilə çərtkəni göstərdi. Gördün? Demək, bunu kəndli bir səbəb kimi göstərib də deyil. Nitqində gördük. Söz açma mənə, indi bax kəndlinin həyat tərzi. Çox çalışıb az yeməyindən. Bu insan bütün gün eşşək kimi işləyir. Bayaq olsa da, amma az yiyir. Yediyi də heç nə. Canın və cəhənnəm ki, ölürsən deməyindən. Yazıq deyir, ölürəm, inanmır. Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən. Demək, bunun hösələsi yoxdur, ha, gözləsin ki, buğda çıxsın, bu gəlsin, vergini versin. Bəbəyindən ver. Çəltik də gətir, arpa da, buğda da, əkinci. Yoxsa soyaram lap dərini, ağda, əkinci. Təhdid başladı. Birinci təhdid nə ilə başladı? Dərini soyar. Dərini soyar. Sən heydə yoxumdur, çıxarıb canını allam. Can almaq nə deməkdir artıq? Öldürməklə təhdid edir. Vallahi ovu didi giryanını Allah. Didi edir. Gözünü oyaram. Göz. Şallağa tutub peykəri üryan çılpaq bədəndir, paltarsız bədən. Peykəri üryanını allam. Öz halını sal, indi özün yada əkinci. Lağ-lağ danışıb başlama fəryada əkinci. İndi özün hallarını yadına sal da. Bu qədər təhdiddən sonra o yazıq gətirməyə bilərmi? Cüccü babasan, indi fərqə fikir ver. Buğdanı ver, darı yeyərsən. Darı bilirsiniz ki, ən keyfiyyətsiz paxlalı bitkidir onların içində. Ən kalorisi aşağı, az, keyfiyyətsizi darı. Buğdanı mənə versin, darı yeyərsən, heyvan kimi şeysən. Su olmasa, qışda əridib qarı yeyərsən. Daşdan yumuşaq, zəhr nədir? Marı yeyərsən. Mar ilan. Bu heyvandır mı? Həşəratla, sürünənlərlə dolansın, ilan yesin. Öyrəşməmişsən ət yağa dünyada əkinçi.
heyvan kimi ömr eyləmisən, sadə, əkinci. Sən sadə həyat sürürsən. Sən imkan verirsən ki, yesin. Öz qazancını yesə, ət də yer, yağ da yer, hər şeyində gözünü yer. Qoymursan, ətini dərindən alırsan. Mən öyrəşmişəm, mən ət yeməliyəm, mən bu həyatı öyrəşmişəm. Sən bu həyatı öyrəşibsən də, ilan yersən, qar içərsən, su əvəzi qar yersən, darı yersən. Heyvan kimi şeysən. İndi fərqə bax, indi özünü deyir. Müqayisə apar. Lakin mənim insanlıq olub vəzimə dair. Mən insan kimi həyat yaşamaq öyrəşmişəm, amma sən heyvan kimi. Bəyzadəyəm, asayişədir cümlə qərari. Meysiz, məzəsiz, mey şərabdır da bilirsiniz. Meysiz, məzəsiz bitməz olur şamı nəharım. İstər nahar yemək, istər şam yemək, bu içki ilə, mey ilə, şidən, yəni keflə yemək yeyir. İşte belədir haləti bəyzadə əkinci. Bəyzadələrin rəsmi budur, adı əkinci. Bəyzadənin yaşayışı budur. Mən bunu öyrəşmişəm, sən öyrəşirsən. Bunu qan, anla, başa düş. Əkincidən bunu istəyir. 1907-ci ildə Molla Nəsrəddin jurnalında çap olunub, amma bundan qabaq neçə demişdik? Əkinci. 1908, bu ondan qabaq çap olunub. Birinci Əkinci çap olunub Molla Nəsrəddində, sonra neylərdə milahi çap olunub. Kəndləməyin amansızca istismarından burada bəhs olunur, bayaq da dedik. Mülkədar bəy zülmü tənqid olunur, əkinçi borcunu verə bilmir, ahfəğan eləyir. Mülkədarın öz dilindən gördüyü əkinçi elədiyi zülmlər, təhdidlər. Hətta əkinçinin şikayəti mülkədarı deyir, qəzəbləndirir, özündən çıxardır. Görsən, deyir, ədəbsizlik edirsən. O şikayətin ədəbsizlik kimi qəbul edir, anlayış göstərir. Belə, testlərə başlaya bilərik mi? Məncə də başlaya bilərik.